Soğan yeməmsən için niyə göynür? Ay bəzi müğənilər. Deyirəm şərəfimizi itirməyək, pis söz deyirəm. Siz kimsiniz? Bəziləri o qədər bunları qudurdu. Ay özünü yığdır. Nə inirsən elə? İstən başına toyuq qoy gəz. İstən buradan belə putaq salla. Əslində hünərə var mənim qarşımda meydan sulasında. Vallahi sən heç kimsən. Əcəb eləyirsiniz, nə qədər böyüdürsünüz, biraz da böyüdün. Nə qədər ki, o bəzi axmaq insanların sayı çoxalacaq. Necə utanmadan mən kəlmə işarət deyəcəm. Heç umurumda belə deyirsiniz. Röya yaxan belə əcəb eləyirsin. Bax, Aygün Kazımova özü. At oynatdınız, yaxşı konsertlər verdiniz, yığdınız, yığışdırdınız. İndi növbəniz bizdədir. Səni deyirlər, səni deyirlər. Yox, səni deyirlər, belə mahnı olmaz axı. Salam, hörmətli tamaşaçılar, hər vaxtınız xeyir olsun. Ulduzlu saatdasınız. Bugünkü qonağım Ofeliya Şabanovadır. Xoş gəlmisiniz. Necəsiz? Çox sağ olun, təşəkkür edirəm. Çox əlayam. Ulduzlu saata gələn pis olar mı sizcə hansısa bir ifadə? Sənətdə nə yeniliklər var? Elə bununla başlayaq. İnşallah yeniliklərimiz gözlənilir. Yəni bu adətən müğənnilərin də çoxsuna sual verəndə şablon kimi yox, qarşıda yeniliklər gəlir. Hamısı belə deyir, amma məndə yox, bunu açıq deyim. Çox mükəmməl bir işlər inşallah gələcək Allahın izni ilə. Məncə hər şey gözəldir. Mən yenə öz işimlə məşğulam. Yəni bəzi müğənnilərdən fərqli olaraq, ancaq özümlə, öz işlərimlə məşğulam. Məncə daha da güclü Ofeliya gələcək. İnşallah gözləyirik. Mən hələ güc alıram, yavaş-yavaş, kimlərdənsə. Konsert varmı bu yeniliklərin içində? İnşallah Allahın izni 6 konsert vermişik bölgələrimizdə, Nazirliyimizin xəttindən. İnşallah arzularımın ən böyüyüdür. İnşallah o da həyata keçər yəqin ki. Konserti bir fərqli vermək istəyirsiniz. Yəni bu hazırda show biznesdə olan müğənnilər kimi yox. Bəli, Bildiyimə görə. düz eşitmisiniz, düz oxumusunuz. Mənim ən böyük arzularımdan biridir. Mən deyirəm, elə bir ürəkli təşkilatçı varsa, indi bəlkə də fikirləşəcəklər ki, Ofeliya biraz belə deyir ki, biz konsert eləyək. Yox, zamanı gələcək, Ofeliya konserti verəcək. Mən həmişə deyirəm ki, belə bir ürəkli təşkilatçı varsa, çıxsın meydana. Mən belə bir konsert istəyirəm. 2 saat oxuyacağam, dayanmadan. Hardasa bir su içən vaxtımı deyə bilmərəm. Amma dayanmadan o da akapella. Yəni akapella deyəndə anlamayan bəzi tamaşaçılarımız var. Yəni musiqisiz, mikrofon da istəyirəm. Adətən bəzəyirlər salon, exo. O da çox cüzi dərəcədə az istəyirəm olsun. Belə bir konsert vermək istəyirəm. Düz 2 saat dayanmadan ifalar. İnşallah gözləyirik. İnşallah o yeniliyi mən eləyəcəm. Mən demirəm bəziləri kimi, ay mən geyimlərimlə konsertdə falan. İnanın mən hələ düşünməmişəm ki, mən konsertdə nə geyinəcəm. Heç vaxt düşünməmişəm, mən saçımın rəngini belə eləyəcəm, makyajı bu cür eləyəcəm, geyimlərimi, çünki onları düşünməmişəm. Ən qorxduğum şey odur ki, daha da gözəl geyinərəm, hamı geyimimə baxar, sənətim yaddan çıxar, səsimə qulaq asmazlar. Ondan həmişə qorxmuşam. Ona görə adətən deyirlər ki, Ofeliya xanım, niyə daha belə necə deyim, bəzəkli, düzəkli, daha belə şarımlı geyinmirsiniz? Deyirəm ki, sənətimi yaddan çıxarırlar axı, qulaq asmazlar axı. Mən heç kim qulaq asmaz. Səhnədə bir çoxlarından çox gözəl görsənirsiniz, çünki təbiisiz. Onu sizin kimi gözəl xanımlar elə düşünür. Təşəkkür edirəm gözəl fikirləriniz üçün. Ofeliya xanım, fikirləriniz çox vaxt təhrif olunur, xüsusilə də ailə ilə bağlı fikirlər. Bu dəyərlərin itməsi ilə bağlıdırmı? Çox gözəl sualdır. Sizə bir şey deyim mən. Baxın, mən danışıram ailə dəyərlərindən. Bəzi insanlar baxır, ayılır. Ofeliya xanım doğrudan necə doğru deyir. Böyründən bir 10 nəfər çıxır. O insanların da başını çaşdırır. 10 nəfər çıxır, yox, Ofeliya yalan danışır. Ay reklam belə, şou belə falan olmaz. Vallahi olmaz. Bəzi verilişlərdə görürsünüz, mənim necə sözümü kəsmək istəyirlər. Amma hamısına şamil eləmirəm. Ofeliya səhv danışır, Ofeliya gündəmə ərinlə gəldi. Nə gözəl. Başqa şeylərdən gəlməmişəm ki, bəziləri kimi.
Sevgilisi Eyb yoxdur. ilə gəlməyib ki. Siz gözəlliyinizlə gəlin. Vallahi razıyam. Gözəlliklə də gəlmirlər axı. Yox, düzəltmək olur indi. Hər şeyə çarə var. İndi qəşəng yığılır, adam kukul eləyirlər. Eyb yox, mən bir şey deyirəm. Siz gözəlliyinizlə gəlin, sponsorlarınızla gəlin. Gündəm eyb yox, mən dərimdən gəlirəm. Nə gözəl. Nə xoş mənim halıma. Belə düşünürsünüzsə, qoy belə də olsun. Ofeliya xanım, müsahibələrinizin birində demisiniz ki, Urfan Cəfərov kimi sənətkara dəyər verilmirsə, Ofeliya, sən dəyər gözləmə. Bu fikriniz şou biznesə, sənətə, sənətkara dəyər verilməyəcəyi ümidinizi itirmə anlamına mı gəlir? Artıq heç ümidiniz yoxdurmu ki, artıq sənətə, sənətkara, səsi olan, sözü olan insanlara bir gün dəyər veriləcək? Şou biznesə nə böyük qüvvədir ki, mən onlara ümid eləyim. Yəni itirmisiniz artıq ki, sənətkara, səsi olana dəyər verilməyəcək. O 100% elədir. Heç mənim ümidim də yoxdur axı onlara. Mən heç vaxt onlarda şou biznes sözümü görmürəm axı. Şou biznes hara, Ofeliya Şabanova hara. Yəni o mənim yerim deyil ora. Asla mənim yerim deyil. Urfan Cəfərov dediyimiz bu sənətkarın 29 yaşı var. Mən Ofeliya həmişə məni necə görmüsünüz belə pafslı çıxışlarımla Ofeliya belə rəngara heç kimi belə bəyənməyən Ofeliya. Mən əslində elə deyiləm. O danışıqda indi deyəcəksiniz ki, 29 yaşlı ifaçı deyil. Ofeliya özündən də üstün gördü. Bəli, onun sənəti pikdədir. Mənə deyirlər ki, o sizdən yaşda balaca, deyir, məndən yaşda balaca ola bilər Urfan Cəfərov. Amma sənətdə çox böyükdür. Mənim üçün Azərbaycanda nömrə 1 vokal ustadı mənim üçün. Bu mənim subyektiv fikrim. Bunu da kimsə əlimdən ala bilməz bu fikirlərimi. Mənim üçün Azərbaycanda nömrə 1 vokal ifaçısı Urfan Cəfərovdur. Vallahi mən deyirəm, kim onun qarşısına çıxıb oxuya bilirsə, Urfan Cəfərovun. Çıxsın desin ki, Urfan müəllim, mən səndən qabağa gəlmişəm üzbəüz oxumağa. Hünər lazımdır. Belə danışmağa nə var? Nədir? Yox. Elə bir 67 ölkədə birinci yeri Azərbaycanı, birinci yeri qızıl medal gətirib gələn Urfan Cəfərovdur. Yəni, heç kəs o səhnəni görməyib Azərbaycandan. Bilirsiniz hansı səhnədir? Carnegie Hall səhnəsində ilk Azərbaycanlı Urfan Cəfərov olub. Oranı, yəni Azərbaycanı təbliğ edən. Keçmişdə də olub. İndən sonra da heç inanmıram. Heç inanmıram ki, indən sonra kimsə ora çıxa bilər. Həmən o səhnəyə. O da Urfan müəllim. Mən onu dedim ki, yəni onun qədrini bilməyən bəziləri mənim hardan biləcək qədrimi? Siz də onun tələbəsisiniz. Bəli, ondan dərs almışam. Belə fəxrdən də deyirəm. Çünki elə belə sənətkar deyil, elə belə ustad deyil. Sənət yaşa baxmır axı. Baxırsan ki, yaşı balaca, elə mənim üçün deyirlər, bir də görürsən, ay Allah, baxırsan bir qara quru eybəcər bir qız, amma nə böyük sənət var. Ən sevdiyim sözdür mənim üçün ki, əvvəllər deyirdilər ki, necə Ofeliyanı əsəbləşdirək, səhnədən uzaqlaşdıraq. Bir ara dedilər ki, ay Allah, buna bax, eybəcər qız, oy, arıq-uruq, bu nədir? Gördülər ki, becimə deyil, o sözdən xoşum gəldi. Artıq mən də özümə deməyə başladım ki, kəlimsiz qara quru Ofeliya. Gördülər ki, indi başlayıblar ki, ay ərini tərifləyən qız. Gördülər, bu sözdən də xoşum gəlir. Bilirsiniz, sənətimə bir söz tapmayanda bilmirlər nədən danışsınlar. Nəyimdən danışacaqsınız ki? Nəyimdən? Amma sizdən o qədər şeylər danışmaq olar. Ofeliya xanım, eybəcər, ifrat görünüşü olanlar səhnədən düşmür, sənətkarlar unudulur, səsi olanlar isə efirlərdən didərgin düşür. Bunların səbəbi nədir? Səbəb bu. Birinin sponsoru var. Aparıcıların da günahı deyil ha bu. Yəni mən aparıcıların tərəfini tutub, aparıcılarda mənim suyum gəlmir, çörəyim gəlmir. Amma bu aparıcıların günahı deyil. Bəlkə nə vaxtsa düşünmüşəm ki, aparıcıların günahıdır, amma indi baxıram ki, yox. Pul nə qədər böyük bir qüvvədir, nə qədər güclü bir şeydir həqiqətən. Deyir, pulsuzluğun üzü qara olsun, həqiqi qara olsun. Birinin sponsoru var, aparıcıya zəng gelir ki, sənə bu qədər pul ödəyirəm, verilişə. O həmən gəlsin. Aparıcı yazıq neynəsin? Bu özəl kanallar axı nə ilə dolansınlar? Bunların işçiləri var, nə qədər bunlarda heyət var işləyər və bunlar pulu necə versinlər? Bunları da qınamaq olmaz. Amma baxırsan ki, nə qədər ki, o belə deyək, və hamıya şamil eləmirəm, bir arada bəzi müsahibələrim yanlış anlaşılmışdı. Nə qədər ki, o bəzi axmaq insanların sayı çoxalacaq, sponsorları bəzi hamısı şamil eləmiş, şərəfli insanlarımız var Azərbaycanda. O qədər o dəxilsiz müğənnilər çox olacaq. Sizə elə gəlmir ki, efirlərdə nə qədər elə müğənnilər çağırılsa belə, əsl sənətkarlar da çağırılmalıdır.
Çünki 100%. biz belə baxanda artıq sənətin öldüyünü görürük. Yaşadanları da Sənət dediyimiz öldü də, kimi bastırdıq da, duasını da oxuduq. Sənət getdi, artıq sənət yoxdur axı. Valla inanın ki, elə verilişlər olub ki, açıq səmimi deyəcəm, bəlkə də aparıcılar bilir ki, hansını deyirəm. Yaxşı bir sənət göstərmək istəmişəm. Deyib ki, o nədə oxuyursan? Bura akademiya deyil. Cəmaata işlə. Deyirəm, cəmaata işlə nədir? Mən anlamıram. Mənə axı Allah sənət verir. Mən onu göstərmək istəyirəm insanlara. Paltarımı göstərmək istəyirəm, modelyer olar. Model olardım da, podiumda yeriyərdim ki, o mənə baxsınlar. Mən axı ifaçıyam. Mən bir sənəti göstərə bilmirəmsə, daha nə oldu? Yox, oxuma elə mahallar bəstəkə. Sən Allah, akademiya deyil, of elə, konservator eləmirsən buranı. Hərdən adam qəlbi inciyir, küsürəm, artıq özümə qadağaları qoymuşam. Yəqin ki, bilirsiniz, yəni çıxacağım 4 dənə verilişdir. Heç bir verilişi qəbul eləmirəm. Çünki baxıram ki, bizim kimi yaxşı ifaçıları oxuya bilməyənlərin ayağına çox verirlər. Mikrofonu götürmüşəm, oxumağa deyiblər ki, sən dayan, qoy onlar oxusun. Baxmışam ki, niyə? And olsun Allaha. Deyirəm, niyə belə eləyirlər görəm bunlar? Mən nə edirəm ki? Yəni, o puldan gəlib də, sən otur qırağa, o səsini göstərsin. Düşünmürsünüzmü ki, siz əgər özünüzə qadağa qoyub dediniz ki, 4 efirə çıxacaqsınız, o 4 efirə çıxmaqla sizi sevənləri, cəmiyyəti musiqidən, sənətdən uzaq salmış olur? Əsla elə deyil. Ofeliyanı sevənlər zaten Ofeliya harda olsa baxacaq Ofeliyaya. İnanın ki, məni sevənlər, tamaşaçıların bir 90% yazırdı ki, filan verilişi nədir, ay Ofeliya xanım orada. Siz orada nə gəzirsiniz? Ofeliya xanım, bax sizi orada incidirlər, orada nə gəzirsiniz? Bu insanlar məni ayıltdı. Necə ki, bəzi insanlar məni qaldırdı, o mənfi düşünə-düşünə. Ofeliya pisdir, Ofeliya ərindən, ailə dəyərlərindən çox danışır. Məni pis eləmək istədilər, amma gətirdilər məni zirvələrə. Təşəkkür edirəm mən onlara da. Həmişə yenə də o söz deməkdən yorulmayacağam. Məni sevənlərin hər zaman ürəyində olacağam, sevməyənlərin də beynində. Yəni, ömür boyu onlar məni düşünəcəklər. Ofeliya xanım ortaya qoyduğu sənətlə sevilir. Bəs səsi olmayanlar nə ilə sevilir Ofeliya xanım? Bəlkə buna siz aydınlıq gətirəsiniz. Siz o məndən də gözəl bilirsiniz. Təbii ki, Allah həkimlərimizə can sağlığı versin. Cərrahlarımızı Allah qorusun. Onların da pulu oradan gəlir. Heç vaxt həkimlərimizə o barədə pis baxmıram. Elə əcəb eləyirsiniz. Nə qədər böyüdürsünüz, biraz da böyüdün. Qoyun sizin pulunuz da böyüsün. Əcəb eləyirsiniz. Mən həmişə onu demişəm. Nə gözəl. Ofeliya xanım, indiki şou biznesin fəlakəti. Şişirdilmiş orqanlar, bədən, kameralarda tam həmin hissələri çəkir. Paltar da bədənə elə yapışır ki, orqanları birər-birər göstərir. Sizcə bunlar nə axtarır? Niyə özlərini bu şəkilə qoyurlar? Bundan demək istəyirlər ki, ay bəziləri görürsünüz, mən nə gözələm. Çox da mənim nə gözəl figuram var. Sizcə bu nə demək? Bu kimə göstərməkdir özünü? Siz bəziləri elə bilməyin ki, Ofeliyanı sustura biləcəksiniz. Ofeliya ölər, amma öz həqiqəti deyib, öz sözünü deyib öləcək. Mən həmişə onu deyirəm. Bax, əslində bu dəqiqə mən problemlər istəmirəm yaşayım. Səhhətimlə bağlı böyük problem yaşadığım üçün mənə olmaz stres, əsəb. Amma mən yenə də həqiqəti mən görüb göz yuma bilmərəm. Yəni, necə göz yumum? Bax, sual verirsiniz, mən necə yanlış cavab verim ona? Sizcə, yəni, niyə insan özünü gözəlləşdirsin? Evdar xanımsa tez bəzənirsə, deməli, bu həyat yoldaşı üçün bəzənir. Ki, o gələndə gözəl görürsən. Səhnəçi, bəli, səhnə gözəl geyimləri sevir. O demək deyil ki, sən də, ay, baxın mənim figurama, o nədir? Ayıb deyil, elə şey olar. Ay, mən kübarım. Azərbaycanın lider xanımları var. Görün necə sadədir. Görün lider qadınlarımız bilirsiniz də. Görün necə geyinir. Adam baxanda ləzzət edir. Ayaqlar necə sadədirlər. Necə sadə geyiniblər. Onlar eləyə bilməz onu. Görün, əsl göstərirlər ki, əsl xanım belə olar. Sadə geyimdə, gülüşləri üzündən əski olmur. Yəni, səmimi, mehriban, geyim sadə, keçim sadə. Yox, mütləq bunlar özünü ifrat dərəcədə, yəni şişirdilmiş, siz demişkən, nəyə lazımdır? Vallah lazım deyil. Bu sənət də bizdə ömürlük qalmayacaq. Bu səhnələr olmayacaq. Həmən aparıcılar da gedəcək, hamımız gedəcəyik, yerimizə kimlərsə gələcək. Yəni, özünüzü bu vəziyyətlərə salmayın, evladlarınızdan utanın. Vallah, qurban olsun, dünya, aləm. Mən həmişə demişəm, mənim 2 oğluma, həyat yoldaşıma, qardaşıma. Mən niyə onların başını aşağı, onları da qoydum qırağa. Allah mənə verdiyi əmanəti qoruya bilmirəmsə. Nə gün də bir qadınam onda mən.
Allahın mənə verdiyi əmanəti qoruya bilməsə, Allahın qarşısında mən necə çıxacağam? Necə utanmadan mən kəlmə-i şəhadət deyəcəm? Ölən vaxtı, rəhmətə gedən vaxt. Mən necə deyəcəm onu? Bu düzgün fikir deyil axı. Ona görə Allah heç bir bütün həmişə mən deyirəm, istəyir, kim istəyir olsun. Allah qadınlarımızın içi mən qarışıq. Qadınlarımızın ağlını əlindən almasın inşallah. Ən gözəl duanı eləyirəm. Ofeliya xanım, son zamanlar müğənnilər arasında, ümumiyyətlə cəmiyyətdə də belə bir ifadə var ki, kübar, əxlaqlı insanlar toyuna əxlaqlı müğənni çağırır, əxlaqsızlar isə özlərinə bərabər olan əxlaqsızları, vicdandan kənarları, özünü apara bilməyənləri çağırır. Sizcə bu cəmiyyəti alçaltmaq deyilmi? Yox, əstəğfirullah. Hər kəs bilir ki, mən nə demək? Ağıllı insan, savadlı insanlar, onlar bilirlər Ofeliya nəyi deyir. Elə bu cəmiyyətə, bu cəmiyyətdən qazanırıq da biz pulumuzu. Mən necə onları aşağılaya bilərəm? O insanlardan qazanıram mən o pulu. İfamı göstərirəm və haqqımı alıram, gəlirəm. Amma gəlin belə deyək ki, Onu kim düşünübsə deməli şərəfi yerində deyil. Mən o sözümü hamıya şamil etməmişəm ki. Onlar bilirlər mən kimləri nəzərdə tuturam. Başladı müğənnilər hamı bir-birinə dəyməyə. Baxdım ki, sizə nə olub? Mən ad çəkdim. Soğan yeməmsən için niyə göynür? Ay bəzi müğənnilər. Mən sizin adınızı çəkirəm, yox. Hamı düşdü, biri başladı qalmaqallar. Görürsünüz, mən həmişə deyirəm, mən sizə cavab verməyəcəm. Çünki siz mənim ağlımda olan bir insan deyilsiniz, siz mənim səviyyəmdə deyilsiniz. Bu aralar biri də istədi ki, məndən nəsə reklam tutsun, ona da icazə vermədim. Çünki baxdım ki, Ofeliya, sən o səviyyədə deyilsən, sus, sakit ot yerində. Mən, bilirsiniz necə bir xanımam, mən bilirəm harada susmaq lazımdır, harada danışmaq lazımdır. Deyirlər ki, Ofeliya çox danışır da hərdə. Deyirəm ki, axı mən bu insanları maarifləndirici şeylərdən danışıram. Heç danışmışam, mənim əhqabıma baxın, filan yerdən gətirmişəm, filan qiymətə beyin yormuram ki, bəziləri kimi. Bahalı şubalarımı göstərmirəm ki, bujiteriyalarımı, qızıllarımı göstərmirəm ki. Yox, ki, mənim qızılım yoxdur, taxıb çıx, mən efirlərə qızıllar taxmıram, istifadə eləmirəm. Onu saxlamışam və balalarımın üçün, onların gələcəyi üçün. Onlardan danışmıram ki. Şərəfdən, ləyaqətdən danışıram. Ay, Ofeliya elə danışır, elə bizdə yoxdur. Ay, bacı, nə yaxşı, mən də onu istəyirəm də, sizdə olsun, mən də onu istəyirəm. Ofeliya çıxır şərəfdən danışır, bizdə yoxdur. Mən də onu istəyirəm ki, həmişə şərəfli olun. Mən nə deyirəm, pis söz desəm, vallahi deyirəm, bir ziyalı çıxsın desin ki, Ofeliya səhv danışır, belə şeylər danışmaq olmaz, gənclərə siz pis örnəksiz. Bunun hansısa bir ucuz bəzilərindən danışmıram. Bəzi müğənniciklərdən danışmıram, akademiyalardan danışıram, akademik insanlardan, alimlərdən danışıram. Biri çıxsın desin ki, Ofeliya səhv danışırsan, bir də belə şeylər danışmam. Vallahi mən danışmaram. Onlar da bilirlər, mən Ofeliya sözün düzünü deyil. Əxlaqsızlar deyilərkən kimlər nəzərdə tutulur? Özləri bilirlər, mənim danışıqlarımı öz üzərinə götürənlər, sırazı bilinir ki, qəşəng özlərini tanıyırlar da. Ofeliya filan müsahibəni verib, görürsən nə deyir? Mən sənin adını çəkmişəm. Yox. Sənin haqqında danışmışam, yox. Sən niyə narahatsan? Deməli, bilirsən də sən kimsən. Söz sahibinə çatır. Bəli, söz sahibinə çatır. Deyəsən, Ofeliya sözü deyil. Hamı da öz payını götürür orada. Ofeliya xanım, siz həyatda və səhnədə eyni xarakterdəsiz, yoxsa səhnədə başqa Ofeliya, həyatda başqa Ofeliyanı görə bilərik? Xarakter olaraq eyni insandır, amma Səhnədə başqasınız. Yox, eyni insanam, amma səhnədə çalışdığım qədər özümü cilovlayıram. Yəni çox həddindən artıq əsəbi insanam. Yəni səhnədə onu göstərmirəm ki, insanlara mənfi enerji istəmirəm ötürü. Ofeliya xanım, tənqidə açıqsınızmı və kimlərdən tənqid qəbul edirsiniz? Əlbəttə savadlı insanlardan həmişə tənqidə açığam. Baxıram ki, bu insanın ağlı vardı, bu oxumuş bir insandır. Mən həmişə deyirəm ki, müğənnilərin bir neçə faizi savadsızdılar. Bax, yenə deyirəm, hamısını demirəm. Hərdən müğənnilər, bəziləri göylə gedəndə, belə baxır ki, yerdə insanlara belə baxanda mən baxıram, gülürəm. Deyirəm, axı sən kimsən? Sən axı, valla sən heç kimsən. Nə mənada? Sən müəllimə deyirsən, təhsil verirsən, elm öyrədirsən insanları. Bizi kimi yetişdirir müəllimlər? Sən həkim deyilsən. Sən alim deyilsən, professor deyilsən, sən nə hansı gününə göylə gedirsən? Sənin bir dənə içi mən qarşı deyirəm, ha? Mən də ifaçıyam. Bir dənə mikrofon var da, bizi gətirirlər toyuna, bu cəmaat məclisdə gətirir. Sizin bir dənə mikrofonunuz yoxdur, səsiniz də var. Yəni də onu deyirəm. Pulumuzu verirlər, biz də oxuyuruq.
Sən ay bəzi müğənilər, siz kimsiniz ki, belə göynə qədər insanları əzirsiniz? O şəkil çəkdirməyə qədər belə-belə baxırsınız, olmaz axı. Mən Ofeliya qarşı hamımızı bu cəmaət göyə qaldırıb. Bu insanlar məşhurlaşdırıb. Yəni bu özünüzü unutmusunuz, heç olmasa insanları unutmayın. Həmən insanları əzən müğənnilər var, belə baxan. Özləri keçmişdə zamanında o qədər əzilib ki, artıq istəyirlər indi həmən başına gələn şeyləri kimisə başına gətirsinlər, əzsinlər. Olmaz axı. Yəni bu heç yaxşı hərəkət deyil. Yəni onlar niyə belə gəzirlər Ofeliya xanım? Yəni nəyə görə? Səbəb nədir? Qurban olaram millətimə, amma bu bəzi cəmaət onları o səviyyəyə gətirib çıxarıb. Qabaqlarına qaça-qaça. Qurban olum şəkil çəkdirim deyə. Ay Allah, ölürəm sənin üçün deyə. Bax onda da bu bəzi hamısına şamil eləmirəm. Elə gözəl müğənnilərimiz var. Abırlı, həyalı, şərəfli insanları sevən. Yəni bəziləri o qədər bunları, bəzilərini o qədər pis qudurdu. Uca başlayırlar insanlara yuxarıdan aşağı baxmağa. Amma düşünmürlər ki, onlara çörəyi verən bizim bu cəmaatdır. Sizcə sizi ailə dəyərlərindən danışdığınıza görə tənqid olunmağınız bu qədər tanıtdı, yoxsa sənətiniz? Onu belə deyək də, siz jurnalistsiz, aparıcısınız. İndi mən o suala sualdan cavab verim. Siz tamaşaçısınız, belə deyək. Sizcə? Bir tamaşaçı olaraq səsi sənəti olmayan insana baxmıram. İzləmir. Mənim sənətim olmasaydı, o qədər belə gələnlər var da, yadda qalmırlar. Mənim sənətim olmasaydı, səsim olmasaydı, 100 ailə dəyərlərini danışım, mən tanımazdım. Elə bil ki, bəzilərinin bədbəxt cəhətidir də bu. Bilirsiniz necə, baxırlar. Mən bunu belə də boynuma alacam. Nəyi? Mən illərdir ifa eləyirəm. Mən nələr ifa etmədim? Bütün janrları ifa etdim, nə sənət göstərmədim. Yəni, hər şey səhnədə göstərdiyimdə sənətdən söhbət gedir. Acizə, yəni, etdiyim bir söz oldu, təkrarlamaq istəmirəm ailə dəyərləri haqqında. Səhər gördüm, wow, partladı hər şey. Yəni, baxıram ki, siz elədiniz. Yəni, sənətimə qulaq asmadınız, amma indi nə oxusam qulaq asırsınız. Nə oxusam bu dəqiqə, mən cip-cip cücələrimi oxuyum, o da çox böyük əsərdir, belə baxmayaq. Yəni, elə bilməsinlər ki, aşağılayıram. İndi mən nə oxusam da, deyəcəklər ki, ay, nə gözəl oxuyur, bu sənətkardır da. Bəs deyirəm, əvvəldən niyə görmürdür? Mən ailə dəyərlərindən, açıq deyəcəm, ərimin corabından, danışmadığımdan qabaq, sən o sənətimə qulaq asaydın da, mənim mütləq indi qulaq asmalısın. İndi qulaq asdın, niyə? Bu mənim günahım deyil. Mən həmişə nə deyirəm? Hər müğənninin öz səviyyəsində tamaşaçısı olur. Bax, məni ailəsinə gətirən tamaşaçı, ev yiyəsi, belə deyək, Ofeliyanın səviyyəsində olan bir ev yiyəsidir. O birini gətirən, deməli, o birinin səviyyəsində olur. Hərənin bir səviyyəsində tamaşaçısı olur. Ona görə deyirəm, evimizə gətirəndə baxmaq lazımdır ki, kimi gətiririk. Hansı ifaçını biz ailəmizə salacağıq, anamızın, bacımızın qabağında ifa eləyəcəyik bu. Elə şeylərə diqqət edin. Mən heç kimə məsləhət vermirəm. Bu mənim öz fikirlərimdir. Hər öz işin özü bilir. Sonra deyirlər ki, Ofeliya çıxım hamıya məsləhət ver. Xeyr. Mən heç kəsə, mənim elə vaxtım da yoxdur. Oturum bir məsləhət kiməsə. Bu mənim öz fikirlərimdir. Bu fikirlərimi də heç kim əlimdən ala bilməz. Buna görə məni hansısa bir kanal çağırmırsa, mənim bu yorğun gözlərim aydın. Heç çağırmayın. Niyə çağırmırlar? Ailə dəyərindən danışan bir insanı niyə çağırmayasın? Deməli, o istəmir ki, öz kanalında ailə dəyərlərindən gəlsin. Soyunmuşlar istəyir də, xoşlayır olsun, cəmaət görsün. Yəni, gör hansı vəziyyətdəyik də. Amma məni dəvət edənlər sağ olsunlar. Deməli, Ofeliyanı sevib, həmən aparıcılar, deməli, Ofeliyanın fikirlərini hörmət edib, Ofeliyanı dəvət edirlər. Onlara təşəkkürümü bildirirəm. TV tərəfindən, yəni, sizi çağırmayıblar mı? Əlbəttə ki, bir kanal var. Ofeliya ailə dəyərlərindən danışır deyə mən onu efirimə çağırıram. Bəli. Bircə dənə kanal var Azərbaycanda. O, Ofeliyanı çox ailə dəyərlərindən danışır. Onu dəvət eləməyin. Mən də deyirəm ki, gözlərim ikisi də aydın. Heç umurumda, çəkəcəm. Heç umurumda belə deyilsiniz. Çünki dəvət olunan kanallara təşəkkür edirəm buradan. Həqiqətən. ATV kanalının rəhbərinə dərin təşəkkürümü bildirirəm. Çox sənətə dəyər verən bir şəxsiyyətdir. Biz sənətçilərə çox dəyər verən şəxsiyyətdir. Space kanalı çox sağ olsun. ARB TV təşəkkür eləyirəm.
Yəni hamısı yadımdan çıxa bilər. Amma yeganə Xəzər TV-dir ki, məni dəvət eləmir. Valla etsəz də gəlməyəcəm. Yanlış anlamayın. İndən sonra Ofeliyanı dəvət eləməyə nə var ki, artıq Ofeliya ulduzluğunu çağırmağa nə var? Nə zaman olmuşdu bu söhbət Ofeliya xanım? Yəni sizin kimi bir sənətkarı məncə kanal özü itirir, belə desək. Əlbəttə ki, hər şeyin bir zamanı var. Xalq artisti Röya Ayxan demişdi bir söz. Bir zaman olacaq. Jurnalistlər qapıma düzüləcəksiniz demişdi. Həqiqətən də elə oldu. O xanımın belə Röya Ayxan belə əcəb eləyirsən. Həqiqətən əcəb eləyirsən. Çünki o qıza da o vaxtı bizim xalq artisti Röyamıza çox incidiblər. İndi düz eləyir. İndi mən də bildinizdə nə demək istəyirəm. Hər şeyin bir zamanı var. Hər şeyin. Tolik bu yaxınlarda dedi. Tolik canımı buradan salamlayıram, əziz dostumu. Dedi Ofeliya, səbirli ol. Özləri səni yalvarıb çağıracaq. Mən heç gözləmirəm də, dəvət etsələr belə getməyəcəm. Yəni həqiqətən getməyəcəm. Amma dəvət edilən kanallar bir daha təşəkkür edirəm. Məni dinləyirlər, ifalarımı çox dinləyirlər, hörmət edirlər, özümə, xanımlığıma, sənətimə dərin təşəkkürümü bildirirəm. Ofeliya xanım, niyə yeni başlayanları bu qədər daşqalaq eləyirlər? Niyə qucaq açmırlar? Niyə elə bir insanı çağırıb bunun səsi var, sənəti var. Bu gələcəkdə Azərbaycanın musiqisini təmsil edə bilər. Niyə onlara qucaq açmır? Yəni siz kimi deyirsiniz? Bir var ki, məsələn, Röya Ayxandan danışdınız. Vaxtilə o da daşqalaq olunanlardan biri olub. Geyimindən, hər şeyindən danışıblar. Çox daşqalaq olunanlardan. Amma bugün Röya baş üstündədir. Amma vaxtında Röyaya dəyər verilmir. O xanıma Allah gətirdi, ora qaldırdı. Çünki o xanıma vallah dəyirdi. Həqiqətən o bu zirvələrə o haqqı var idi görməyə. Çünki həqiqətən çox incidiblər. Çox incidənlər həmişə yuxarıda olur ha. Bunu da unutmayın. Yəni mənə də çox bax Aygün Kazımova özü. Mən ona sevə-sevə diva deyirəm. Həqiqətən. Çünki o da çox əziyyətlər görüb. Onu da çox incidiblər. İndi biz də Azərbaycanda yaşayırıq. Yəni hər şeydən xəbərimiz var. Yəni danışdığım sənətkarlardan yaşım az olsa da, yəni bilirəm də, yəni necə olub. Çox əziyyətlər, amma ikisi də hardadılar? Brenddirlər. Allah onların ikisinə də can sağlığı versin. Amin. Maraqlı budur ki, öncəkilər yeniləri qəbul eləmir. Yenilər deyəndə kimləri nəzərdə tutursunuz? Səsi sənəti Aygün olub. xanımdan öncə, Röya xanımdan öncə olanlar, onlar ilk səhnəyə başlayanda onlar da oxuyacaqlar, deyirdilər. Amma bugün Azərbaycan estradasının ulduzlarıdır. Niyə belə yer dəyişmə olanda qəbul edilməzliklər olur? Çünki sənətlə bərabər biraz şou da lazımdır. Hərdən deyirlər ki, ay Ofeliya xanım, necə elədiniz? Yəni tez partladı da, məşhurlaşdınız bu qədər. İllərdir, yəni pul tökürəm, bu qədər mən belə gələ bilmirəm. Deyirəm ki, mən insanlara maraqlı ifaçıyım. Onu mən özüm bilirəm onu. İnsanlar mən ona dəqiq əminəm ki, insanlar mən verilişlərə çıxanda oturub gözləyirlər ki, ay Allah, ifadan sonra Ofeliya görə nə danışacaq, ailədə nə deyəcək. Mən elə insanlar var ki, maraqla gözləyirlər. Yəni sənətlə bərabər sən maraqlı olmalısan insanlara. Yoxsa mən belə oturum özümü çəkim, sən heç kimə lazım deyilsən, salam verməyə bacarmırlar bəziləri. Köhnə ifaçılarımız var bəziləri. Biz cavanları əzməyə çalışır, baxırlar ki, bunlar da gəlir. Amma hər aşıqı bir dövranı var axı. Məndən sonra qısqanırlar, açığı deyəcəm. Köhnə bəzi ifaçılar var, qısqanırlar biz ifaçıları. Amma mənim də yerimə məndən də güclü oxuyan Ofeliyalar gələcək axı. Mən onu qəbul eləyirəm. Çünki mənim də yaşlanan vaxtım ola biləcək, səsimin öz funksiyasını itirəcək ya. Səs telləri başlayacaq belə-belə eləməyə, bu mənim də başıma gələcək. Arxaya baxacağım ki, nə Ofeliyalar dizilib orada. Baxın, elə onu eşitmək istəyirdim ki, yəni dövranı bitmişlər, yeniləri qısqanırlar. Bəli, qısqanırlar. Yəni lazım deyil axı. Siz də zamanında belə deyək, yaxşı mənada at oynatdınız. Yox, sənətkarlardır bəziləri. Yəni at oynatdınız, yaxşı konsertlər verdiniz, yığdınız, yığışdırdınız. İndi növbə bizdədir də, bacı olmadı ki. Sizcə sənətçini kütlə izləyici formalaşdırır, yoxsa sənətçi izləyiciləri formalaşdırır? Sənin yaxşı sənətkarsansa,
yaxşı hünərin varsa, sən o kütləni öz səviyyənə qaldır. Onda sənə sənətkar deyərəm. Yenə də deyəcəm, mənim nəyim var? Elə bir gözəl də qız deyiləm, milyonçu deyiləm, çoxlu pulum yoxdur, bahalı maşınım yoxdur. Açıq deyək də, bəzi insanlar məni niyə sevir? Sənətimə görə. Deməli, mən bacarmışam onu. Sən kütləni öz səviyyənə qaldır. Yoxsa ay bu filan mahnı istəyir, mən gedim onun qabağında onu oxuyum. Yox, yanlış yoldasan. Ona görə də baxıram bu günlər, bu bir müddət olardı, az vaxtı bir kişi ifaçısı baxıram mənə söz atır. Ailə dəyərlərində nəyə lazımdır, özü bilir kimdir. Çünki bir zamanlar baxdım ki, bu adam çox trenddə mahnıları var idi. Baxıb həmişə deyirdim ki, vallah sən yaddaşlarda qalmayasan. Çünki sən kim nə istəyir, mən onu oxuyum. Ağzına gələni oxudu, ağzına nə gəldi, özü də bilmirdi nə oxuyur. İndi moddan düşdü. 3 günlük ifaçı idi. İndi də başlayıb Ofeliya söz atsın ki, bu gəlsin qabağa. Ona görə mən cavab vermədim ona. Yəni sən kütləni qaldıra bilmədin özünə. Yəni səni sevənlərə belə deyək də düşdün o nəyə, səviyyəyə. Mən də el məclislərinin illərdir ifa eləyirəm. Yəni mütləq o mahnını oxumalıyam. Mən elə deyil axı. Mahnılar var. Mən demirəm, hamımız gəlin Şövkətdən qulaq asaq, rəhmətli Şövkətdən oxuyaq, Rübabə Muradovdan mütləq o mahnı. Xeyr, mən bunları demirəm, əsla yanlış anlamasınlar. Yəni bayağı mahnı yoxdur. Onu da ifa eləyəndə mən bu yaxınlarda heç o mahnının adını çəkmək istəmirəm. Ay, hardan ağlıma gəldi mənim. O qızın da adını çəkmək istəmirəm. Çox məşhurlaşdırdı o mahnını ortada. Mən o mahnını gördüm. Yəni bilmirəm, istəmirəm deyəm. Mən o mahnını gördüm. Eşitmişəm, çox gözəldir. Caz oxudum. Mən demirəm, cazmen olaq. Adi bir mahnıdır, səni deyirlər, məsəl üçün. Onu gözəli səni deyirlər, səni deyirlər. Bunu gözəl oxu da. Yaxşı oxu, biraz da gözəl oynasınlar. Vallahi mən toyda mahnıların hamısını belə ifa edirəm. Yox, səni deyirlər, belə mahnı olmaz axı. 3 gündən sonra sən unudulursan. Vallahi unudulursan. Amma o Ofeliya necəsə gündən-günə tanınırsan. Ofeliya yaxşı ifalar göstərir. Yox, Ofeliya ərindən danışır. Onda hamı çıxıb ərindən danışar, məşhurlaşar da. Vallahi hamı çıxıb ərindən danışar, məşhurlaşar. Əl olsa danışsın. Yox, olanlar da, yəni çıxsınlar, desən ki, ərim elə danışsın, məşhurlaşsınlar da. Yox, sənət lazımdır bacı. Bu yoxdursa, özünü yox. Özünü yığdır. Nə inirsən elə, istəyən başına toyuq qoy gəz, istəyən buradan belə putaq salla. Sənətin yoxdursa, sən boş şeydir sənki. Efirləri korlayan müğənnilərdir, yoxsa onları dəvət edən aparıcılar? Bilirsiniz necədir? Bu özəl kanallarda xan. Bu içkiləri nə ilə dolandırsın? İlla da dolanmaq üçün sənət aşağılamaq mı? Bir şey deyim, siz işləyərsinizmi pulsuz hansısa kanalda? Suala amma mən 2 dənə bayağı çağıranda 3 dənə sənətkar çağırıram. Bəli, bax, onu çox doğru deyirsiniz. Əgər bir şey də var, o sənətkar o bayağı ilə oturmaq utanır axı. İstəmir. Bəlkə elə o da ondan dərs götürəcək. Ona görə bir dənə kanal olmalıdır ki, ancaq bayağılar gəlsin orada oxusun. Və yaxud da pis də baxa bilmirəm. Aparıcılarımızın da günahı deyil, kanal rəhbərlərinin də günahı deyil. Yəni, niyə bilər sizcə? Deyir, mən pulumu ödəyirəm artıqlamasından, o da bilirəm o pulu götürəcək, işçilərə maaş verəcək. Kim işləyir? Mən pulsuz işləmərəm. Mən pulsuz gedib toy oxuyaram, həyat boyu nəyimə lazımdır? Bəli, pulsuz oxuyaram şəhid məclislərini, şəhid ailələrinin məclislərini, qazilərimizin vəssalam. Amma yoxsa kimin toyunu gedib pulsuz oxuyaram? Heç kimin. Mənə lazımdır deyərəm. Yox, Allah bunu mənə verir, mən də bundan pul qazanıram. O kanal rəhbərliyi yazıq hardan göydən uçub pul gəlməyəcək ki ona. Onlar da bununla dolanırlar. Amma sadəcə sözümüzün canı odur ki, siz də çox doğru deyirsiniz. Bir dənə bayağı çağıranda bir 4 dənə sənəti olan heç olmasa gəlsin ki, bizim bu sənət ölməsin, məhv olub getməsin. Vallahi mənim sözlərimi qəribçiliyə salırlar, yanlış anlayırlar. Amma bir zaman olacaq ki, deyəcəksiniz, ay Allah, onda bilmirəm həyatda olacam yoxsa yox. Allah gecindən versin. Çox sağ olun hamımıza. Deyəcəklər ki, ay Allah, bu rəhmətli Qaraqura Eybəcər Ofeliya doğrudan düz deyirdi. Gərək belə yaşamaq lazım idi həyatda. Baxın, mən nə deyirəm ki? Deyirəm şərəfimizi itirməyək, pis söz deyirəm, yox. Deyirəm ki, sən niyə belə oxudun? İndiyə nə qədər hansı müğənnini tənqid eləmişəm, heç birini. Bax, neçə müddətdə baxıram ki, elə hamı Ofeliyanı belə. Cavab vermirəm, niyə? Lazım deyil axı. Mən
nəyimə lazımdır? Siz nə geyinirsiniz, nə yeyirsiniz, nə içirsiniz, nə oxuyursunuz? Mənim fikirlərim tamamilə başqadır. Meydan sulayan hansı müğənniləri qəbul etmirsiniz? Meydandan düşməyən kimlərin sənəti yoxdur? Yəni, Mənim üçün orada meydan sulaya bilməz. Onlar meydanda sulaya bilər, amma mənim qarşımda meydan sulaya bilməz. Özləri üçün sulaya bilərlər. Amma Ofeliyanın qarşısında sulaya bilməzlər. Yəni onların bəzilərinin başı üçün deyil. Yəni bilmək istəyirsiniz, ilk dəfə bu söz burada dedim. Baxırdım ki, sakit durduqca alınmır, olmur. Gəlsinlər hünərə və mənim qarşımda meydan sulasınlar. Mən demirəm, amma mən böyük bir sənətkaram, ustadım, əstəğfurullah demirəm. Bunu bizə xalq desin. Amma baxıram da, görürəm də, mən də sizin kimi verilişlər mən də izləyirəm. Mən də pis oxuyana da baxıram. Görüm o neyniyəcək, görüm o neynir, o mahnında başına nə oyun açır, ona da qulaq asıram. Amma maalesef ki, oxuyanlarımız yavaş-yavaş biri tərk edilib çıxıb gedir. Nə bilirsinizmi, bəlkə mən də bunu eləyənlərdən biri olacam. Bəlkə mən də çıxıb gedəcəm. Ola bilər, çünki o qədər yorulmuşam artıq. Mübarizə aparmaqdan bezmirəm, zəif insan bezər. Amma baxıram, yoruluram, baxıram oxuya bilməyənlərə elə dəyər var. Yaxşı sənətkarlar qalıb qurağa, dəyər verir, aparıcı belə dəyər vermək istəmir. Təkliflər olub, rədd etmişəm xaricdən, amma hələ peşmanam ki, niyə etdim. Amma bilmək olmaz, ola bilər ki, mən səhnələri tərk edə bilərəm. Yəni, bu fikrimdə var, yəni. Ümumiyyətlə, sənətdən uzaqlaşarsınız. Sənətdən uzaqlaşmayacağım, səhnələri tərk edə bilərəm. Xaricdə yaşayıb, yenə də sənəti davam elətdirək. Bəli, bəli, 100%. Hələ ki, izləyirəm. Hiss olunur ki, Ofelia yorulub. Çox çıxmıram. Bəzi verilişlərə, 4 dənə verilişə çıxıram. Yəni, o qədər yorulmuşam ki, dəxilsiz. Hansı verilişlərdə Ofelia xanım 4 qeyd elədiyiniz verilişlər? Çıxdığım veriliş əlbəttə ki, rəngarəng Zaur Nəboğlu. Çünki çox haqqı var. Tolikdir. İlqar Mikayıloğlu'nun verilişidir. İsa Şükürovun verilişi. Onlarda gördüyünüz dəyərlər nədir? Sonra hansı verilişlər var? Uşaqlar mənə kimi. Vallahi yadımdan çıxdı. İlqar Mikayıloğlu'nun elə birinci dedim. Onlarda İlqar Mikayıloğlu. Gör müğənninin bir dənə nəsə lazımı olan dəyəri verir ifaçıya. Bax, məsələn, İsa Şükürov. Onu çox istəyirəm həddindən artıq. İsanı o qədər çox istəyirəm. Məni verilişlərə bəziləri çağırıb, məndə İsa çağırırdı o vaxtı. Yəni, İsa çox sənətə dəyər verən bir insandır. İstəməz müğənnini alçatsın, aşağı salsın. Hərdən aparıcılarda günah görürlər ki, aşağı salır. Yox, sən özünü o vəziyyətə qoyursan. Valla dəfələrlə eşitmişəm ki, o aparıcı deyirlər ki, məndən qalmaqal. O da deyir ki, mənim bir səndə sərhədim yoxdur. Hər şey eybi yox, deyil. Yəni, özünü bu insan təhqir elətdirir ki, nədir gündəmə gəlsin. Bunlar da var. Aparıcıları qınamıram. Yəni, bu 4 aparıcını mən düzdür, o birləri məndən inciyəcək, yəni inciməyin ha. Yəni, o qədər yorulmuşam. Yəni, anlayacaqsınız, çox yorulmuşam. Bəlkə də nə vaxtsa sizə də qonaq ola bilərəm, həmən kanaldan başqa. Hamınıza qonaq ola bilərəm. Bilmək olmaz Ofeliyanın bu dəli beynini. Amma ki, çox yorulmuşam. Hələ ki, biraz istirahət edirəm. Yanlış anlamasınlar. Ofelia xanım, siz hər zaman yoldaşınıza çox yüksək dəyər vermişsiniz. Bu cəmiyyətdə belə xanım tapmaq çətindir. Hətta cəmiyyətdə belə xanım tapmaq çətindir. Bunun səbəbi nədir? Ardını siz gətirin. Əslində, sizə bir söz deyim. Biz tanımış insanlarıq deyə hər şeyimizi bilirlərdi. Amma Azərbaycanda o qədər qeyrətli qızlar var. O qədər qeyrətli gəlinlər var. Həqiqətən ha. Çox şərəfli qadınlarımız var. Sadəcə biz onları görmürük. Hansısa bir ucqar rayonlarda yaşayırlar, elə Bakımızda, Bakıda qadın. Yəni Bakı qızları var, rayon qızları var. Necə şərəfli, ədəbli, əxlaqlı, belə ailəsinin qədrini bilən qızlar. Sadəcə olaraq biz ifaçılara adi üstümüzə bir ləkə düşsə onu tez görəcəklər. Yəni var, həqiqətən şərəfli qadınlarımız var. Müğənnilərimizdən də az olsa da, barmaq sayı qədər şərəfli müğənnilərimiz var. Həqiqətən var. Ədəbli, ərşanlı. Onları da çox sevirəm. Həqiqətən var, xoşum gəlir. Öz işindən məşğuldur, öz ailəsindən, sənətindən. Yəni var. Bizim sosial şəbəkələrdə o qədər biabırçı bir videolar paylaşılır ki, bəzi ifaçı. Elə bilir ki, ham elədir. Amma əslində ham elə deyil. Mən yenə də deyirəm, Azərbaycanımız çox gözəldir.
çox qeyrətli kişilərimiz var, çox ədəbli, əxlaqlı qadınlarımız var. Onlar məni sevir, mənə kifayətdir. Ən böyük titulu qazanmışam, Ofeliya bacı adını. Ondan böyük titul məncə heç istəmirəm də. Ofeliya xanım, çox sağ olun. Təşəkkür eləyirik ki, gözəl sözlərinizlə bu gün bizim ulduzlu saatı da bəzədiniz. Təşəkkür Çox edirəm. sağ olun ki, Yormadım gəldiniz. yəqin ki sizi. Xoşdur sizinlə. Ailə dəyərləri xoşunuza gəldi? Hər zaman sevirik və Tək ki, bəziləri də sizin kimi çox sevsin. Siz verdiyiniz suallardan versinlər mənə xoşdur. təşəkkür edirəm. Mən təşəkkür edirəm. Sağ olun hörmətli tamaşaçılar. Ulduzlu saatda daha bir qonağımızla görüşərik.